Azərbaycanda nəqliyyat vasitələrini utilizasiya edəcək 4-cü məntəqə fəaliyyətə başlayıb. Bu barədə Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib. Utilizator fəaliyyəti üzrə nəzərdə tutulan tələblərə cavab verən şirkət Sumqayıt şəhərində fəaliyyət göstərəcək. Nəqliyyat vasitələrinin utilizasiyaya təqdim olunmasını asanlaşdırmaq və vətəndaşların rahatlığını təmin etmək məqsədi ilə artıq Bakı, Gəncə şəhərləri və Abşeron rayonu ilə yanaşı Sumqayıt şəhərində də nəqliyyat vasitələri utilizasiyaya qəbul olunacaq. Qeyd olunur ki, statistik göstəricilərə əsasən hazırda respublikada hər 5 avtomobildən biri ekoloji və təhlükəsizlik standartlarına cavab vermir. Bunu nəzərə alaraq yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün dövlət proqramına əsasən Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanmış, həmçinin proqramın tətbiqi ilə əlaqədar ümumilikdə ondan çox qanunvericilik aktına dəyişiklik və əlavələr edilib. Belə ki, 2024-cü ilin oktyabr ayından indiyə qədər 23.922-dən çox nəqliyyat vasitəsi utilizasiyaya verilib və proqram çərçivəsində indiyə qədər 1286 ədəd yerli istehsal yeni nəqliyyat vasitəsinin güzəştlə satışı həyata keçirilib. Proqram çərçivəsində bir dəfəlik ödəniş almaq istəyən ərizəçilərin bank hesablarına isə 1 milyon manatdan çox vəsait köçürülüb. Qeyd edək ki, nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülük prinsipi əsasında aparılır və məcburi xarakter daşımır.